Buzdaşma dövründən sonra Amerika qitəsindən sarı və ağ irqlərin Asiya torpaqlarına köçməsinə sübut olan Şimali Amerika qitəsinin şimalında yerləşən Alyaska torpaqlarının adıdır. Bu məkana bu adı Amerika qitəsində yaşayan türklər buzdaşma dövründən sonra qoyublar. Bu torpaqlara bu adı türklər bu torpaqların iqliminə, həyat şəraitinə görə qoyublar. Torpaqlarda müasir dövrdə ilin 3-4 ayında, yəni yay aylarında qardan azad olur. Qalan 8-9 ayını qarla örtülü olur. Bu ad bu torpaqlara təxminən 15 min il bundan öncə qoyulub. Bəlkə də o dövrlərdə bu torpaqlar ilin 2-3 ayını qardan azad olur. Bu torpaqlar Sakit Okeanın isti havasının hesabına yay aylarında temperatur 35 dərəcəyə qədər qalxır. Yay aylarında bu torpaqlarda tez yetişən kənd təsərrüfat məhsulları əkilib becərilir. Yay aylarında bu torpaqlarda cənubdan bəsləmək üçün heyvanlar gətirilir. Bu torpaqlar insanlara ancaq yay aylarında mənfəət verir. Elə bu səbəbdən torpaqların adı yaranır. Bu torpaqların al-yaz iki türk sözünün birləşməsindən ibarətdir. Bu adda birinci olan al sözü türk dilində olub, nəyisə almaq, nəyisə götürmək, nəyisə yığmaq deməkdir. Bu adda ikinci olan yaz sözü türk dilindədir. Afrika, Avropa, Yaxın Şərq və Asiya torpaqlarında olan türklər ilin 4 fəslini belə bölüblər: qış, bahar, yay və payız. Amerika qitəsində yaşayan türklər isə qış, bahar, yaz və payız adlandırıblar. Bu torpaqlar Amerika qitəsində olduğu üçün bu torpağa bu adı ancaq Amerika qitəsində yaşayan türklər qoya bilər. Ona görə bu torpaqlara qoyulan adda yaz sözü Amerika qitəsində yaşayan türklər qoyub və onlara aiddir. Bu ad bu torpaqlara ona görə qoyulub ki, torpaqlar insanlara ancaq yay aylarında mənfəət verib. Ona görə bu ad insanlara deyir ki, ey insan, məndən mənfəət götürmək istəyirsənsə ancaq yayda ala bilərsən. Adın mənası türk dilindədir. Mən bu adın belə geniş izahatını ona görə verdim ki, müasir dövrdə Asiya qitəsində yaşayan türklərin böyük əksəriyyəti yaya yaz deyirlər. Bu izahat Amerika qitəsində yaşayan türklərin Asiya qitəsinə buzdaşma dövründən sonra köçdüklərindən xəbər verir və sübutdur. Amerika qitəsindən türklərin Şimali Asiya qitəsinə köçdüklərinə sübut Kolumbiya ölkəsinin adıdır. Bu ölkənin adında Rusiya dövlətinin şərqində Çukotka yarımadasında çay adı var. Bu çayın adı bu torpaqlara heç də təsadüfən düşməyib. Bu çayın adı Amerika qitəsindən sarı və ağ irqin Asiya torpaqlarına köçməsi ilə əlaqədar yaranıb. Amerika qitəsinin Kolumb adını daşıyan torpaqlardan Asiya torpaqlarına köçüb yurt salanda öz köhnə yurdlarının adını bu çayın adına veriblər. Bu çayın adı Amerika qitəsindən Asiya qitəsinə sarı və ağ irqin köçmələrinə sübutdur. Kolumb, daha doğrusu Golum türk dilindədir. Türklər insan bədəninin yuxarı hissəsinə, orqanına qol deyir. Buzdaşma dövründən sonra Amerika qitəsinə sarı və ağ irqin Asiya qitəsinə köçməsinə aid maraqlı bir fakt var. Bu fakt Amerika qitəsinin Meksika dövlətində olan və buzdaşma dövründən bəlkə də buzdaşmadan qabaq dövrdə tikilmiş Cecen İsə adını daşıyan piramidadır. Əgər bu piramida həqiqətən tikildiyi dövrdən Cecen İsə adını daşıyırsa, onda bu ad Amerika qitəsindən sarı və ağ irqin Asiya qitəsinin şimalına köçməsinə əsaslı sübutdur. Müasir dövrdə Çeçen xalqı Rusiya dövlətinin Şimali Qafqaz adlandırılan hissəsində yaşayırlar. Əgər həqiqətən bu piramidanı Cecen İsə tikdiribsə, onda demək olar Çeçenlər buzdaşma dövründə, bəlkə də buzdaşma dövründən də qabaq Amerika qitəsində yaşayıblar. Müasir dövrdə Çeçenlər Şimali Qafqazda yaşayıblar. Bu torpaqlarda Çeçenlərlə bərabər 30-a yaxın xalqlar yaşayır. Ola bilsin bu xalqların çoxu Çeçenlərlə bərabər Amerika qitəsində buzdaşma dövründən, bəlkə də buzdaşmadan da qabaq yaşayıblar. Əgər müasir dövrdə Çeçen xalqının ziyalıları bu piramida ilə maraqlansalar, bu piramidanın Çeçen xalqına aid olduğunu ortaya çıxarsalar, bu piramidanın tikilmə tarixini müəyyənləşdirsələr, onda Çeçen xalqı öz qədimliyini ortaya çıxarmış olar. Çünki dünyanın ən cavan piramidalarının 30-35 min il yaşı var. Müasir dövrdə Amerika qitəsinin keçmişi, yəni qədim tarixi öyrənilməyib. Bu qitənin qədim tarixi təxminən 2000 ilə çatır. Hansı ki biz yuxarıda araşdıranda bu qitənin böyük qədim tarixi olduğunu gördük. Bu qitədə olan qədimi tarixi abidələrə müasir elm adamları möcüzə kimi baxırlar. Yer kürəsində möcüzə sirli heç nə yoxdur. Sadəcə onları o möcüzələri, sirləri öyrənib araşdırmaq lazımdır. Bu qitənin də böyük keçmişi olub. Bu qitədə güclü dövlətlər və sivil cəmiyyətlər olub. Sadəcə olaraq bu qitəni müasir elm adamları öyrənməyiblər və yaxud öyrənmək istəmirlər. Bu qitədə olan qədimi xalqların böyük əksəriyyəti demək olar məhv olub. Müasir dövrdə qalanlar isə elmdən kənara dururlar. Mən bu qitə haqqında bildiklərimin hamısını yazdım. Bununla da bu qitə haqqında fikirlərimi yekunlaşdırıram. Yer kürəsini yad planetlər tərk eləyəndən sonra Amerika qitəsində baş verən cərəyanları az da olsa araşdıra bildik. İndi isə Asiya qitəsini araşdıraq. Asiya qitəsi. Buzdaşma dövründən sonra dünya dövləti dağılır.
dünya dövləti dağılandan sonra Asiya qitəsində xırda dövlətlər yarandı. Sonra bu xırda dövlətlər birləşərək iki böyük şimal və cənub dövlətləri əmələ gəldi. Sonra şimal dövləti Amerika qitəsindən sarı və ağ irqlərinin hesabına daha da gücləndilər. Güclənmiş şimal dövləti 1000 illər həm qərbə, həm də cənuba yürüşlər etdilər. Bu yürüşlər nəticəsində həm şimalda, həm cənubda yerləşən dövlətlərdə olan ağ irqin nümayəndələri Avropa torpaqlarında yerləşdilər. Nəticədə Avropa torpaqları həm Afrika qitəsindən köçən, həm də Asiya qitəsindən gələn ağ irqin hesabına demək olar, ağ irqin həmişəlik vətəni oldu. Buzdaşma dövründən sonra bu torpaqlara, yəni Avropa torpaqlarına ilk dəfə Afrika, Yaxın Şərq, Asiya torpaqlarından köçən türklər torpaqlara sonralar ağ irqin nümayəndələrinin artması sayəsində ağ irqlə qaynayıb qarışıblar. Bu cərəyan təxminən bizim eradan əvvəl 5-ci min illiyə qədər, axırıncı iqlim dəyişikliyinə qədər olmaqla başa çatdı. Bu cərəyandan sonra ağ irqin nümayəndələri Avropa qitəsində cəmləşdilər. Türklər isə əsasən Şərqi və Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Asiya qitəsinin həm şimalında, həm cənubunda yerləşdilər. Təxminən bizim eradan əvvəl 5-ci min illikdən sonra Asiya qitəsinin şimalında yerləşən türklər Avropa qitəsinə ara-sıra yürüşlər ediblər. Bu yürüşlər Osmanlı İmperiyasının sonuna qədər davam edib. Türklər Avropa qitəsinə yürüşləri vaxtı öz izlərini, öz nümayəndələrini bu qitədə yaradıblar. Sarı irqin nümayəndələri, yəni türklər, bizim eranın 16-cı əsrinə qədər Asiya torpaqlarının böyük bir hissəsində öz dövlətçiliyini qoruyub saxlayıblar. Müasir dövrdə Asiya torpaqlarının 20-25%-də türk xalqları yaşayır. Avropa qitəsi. Buzdaşma dövründən sonra Avropa torpaqlarına ilk ayaq basan insanlar türklərdir. Bu qitənin adı da türk dilindədir. Bu qitənin adının açılışını sonra verəcəyik. Bu qitənin ilk sakinlərinin türklər olduğunu bizə söyləməyə, qitədə olan dağların, çayların, dənizlərin adlarının türk dilində olması əsas verir. Bu torpaqlarda türk xalqı yaşamasaydı, bu adlar heç vaxt türk dilində yaranmazdı. Buzdaşma dövründən sonra 4-cü köç dövrünün axırına yaxın yer kürəsini bürümüş inqilabda Avropa qitəsində yaşayan sarı və ağ irqin nümayəndələri fəal iştirak ediblər. Mən deyərdim ki, bu inqilabın təşkilatçıları Avropa qitəsinə köçən sarı və ağ irqin nümayəndələri olublar. Çünki buzdaşma dövründən qabaq buzdaşma dövründə və sonra Afrika qitəsi dünya dövlətinin mərkəzi olub. Mən yuxarıda qeyd eləmişdim ki, buzdaşma dövründən sonra yer kürəsini bürümüş inqilaba mərkəzdən kömək olmasaydı, bu inqilab qalib gəlməzdi. Deməli, dünya inqilabının qalib gəlməsində Afrika, Yaxın Şərq, Anadolu, Avropa torpaqlarında yaşayan sarı və ağ irqin böyük rolu olub. Buzdaşma dövründən sonra Avropa qitəsində insanlar sərbəst, azad tayfa halında yaşayıblar. Bu qitənin cənubuna sonralar dövlətçilik yarandı. Bu dövlətin ömrü az olub. Bu dövlətlər xırda halında olub. Əsasən bu dövlətlər İspaniya, Fransa, İtaliya, Balkan yarımadasında və Qara dənizin şimal tərəflərində yaradıb. Bu dövlətləri buzdaşma dövründən sonra Şimali Afrika, Yuxarı Şərq, Anadolu, İran torpaqlarında yaranmış güclü bir dövlət ləğv eləyərək torpaqlarını öz torpaqlarına birləşdirib. Buna baxmayaraq Avropa qitəsinin şimal tərəfi sərbəst qalaraq tayfalar halında yaşayıblar. Şimali Avropanın sərbəst həyat tərzini təxminən 12-13 min il bundan öncə Şimali Asiya qitəsində qurulan böyük dövlətin hücumları pozdu. Bu hücumlar uzun çəkən bir dövrü əhatə edib. Bu dövrdə Asiya qitəsinin şimal və cənub hissəsində yerləşən dövlətlərdə yaşayan ağ irqin nümayəndələri Avropa qitəsində məskunlaşırlar. Ağ irqin nümayəndələri Avropa qitəsində məskunlaşandan sonra bu qitədə ağ irqin sarı irqin sayından qat-qat artır. Elə bu səbəbdən türk xalqının sayı kəskin azalır. Bu azalma səbəbindən türk xalqı ağ irqlə qaynayıb qarışaraq Avropa qitəsinə əriyərək yoxa çıxıblar. Sonrakı dövrlərdə təxminən 10 min il bundan öncə Asiya qitəsinin şimalında yerləşən böyük türk dövlətinin mütəmadi olaraq hücumlarına məruz qalıb. Belə mütəmadi olan yürüşlər hər dəfə bu qitədə yeni nəslin təməlini qoyub. Belə xalqlardan biri Avropa qitəsinin mərkəzində yaşayan Vengriya xalqıdır. Bu xalq Avropa qitəsinə türk sərkərdəsi olan Attilanın nəslindədir. Avropa qitəsinə Asiya qitəsinin şimalında yerləşən böyük türk dövlətinin axırıncı yürüşü Böyük Çingiz xanın vaxtında olub. Avropa qitəsinin buzdaşma dövründən sonra qədim tarixi az öyrənilib. Buna səbəb bu qitənin mərkəzi və şimal zonasında qədimi tarixi abidələri az olmasıdır. Tarixi, yəni qədim tarixi onun bizə buraxıb getdiyi tarixi abidələrlə tarixi məkan adlarına söykənərək öyrənmək olar. Məsələn, Fransa dövlətində yerləşən Karnak şəhərində olan daş tarixi abidələri öyrənməklə bu qitənin keçmişi haqqında az da olsa məlumat əldə eləmək olar. Müasir dövrdə elm adamları bu daşlara möcüzə kimi baxırlar. Bu daşların kimlər tərəfindən yonulduğu, nə məqsədlə yonulduğu, nə məqsədə
bir sıra ilə düzüldüyü, hansı dövrdə yonulduğu müasir dövrdə sirr olaraq qalır. Bu sirri çözmək üçün əvvəlcə bu şəhərin Karnak adından başlayaq. Karnak türk dilindədir və türk sözüdür. Karnak sözü qədim sözdür. Bu söz qədimdən başlayaraq müasir dövrə qədər öz kimliyini saxlayıb. Müasir dövrdə türklər daş istehsal olunan istər əllə, istər maşınla sahəyə karxana deyirlər. Bu ad türk dilində öz sahəsinə görə yaranıb. Bu sahədə çalışan insanlar ən azı 10 nəfərdən ibarət olub. Bu 10 nəfərin ən azı 7-8 nəfərində həyat olub. Əgər bu 7-8 nəfər dayanmadan alətləri ilə 3-4 nəfər daş qırsa, 3-4 nəfəri daş yonsa, 3-4 nəfəri daş daşısa, onda bu sahədə ağız deyəni qulaq eşidərmi? Əlbəttə eşitməz. Elə ona görə də bu ad bu sahədə görülən işə uyğun yaranıb. Bu hər iki Karnak və karxana adlarının mənası eynidir. Bu hər iki ad eyni iş yerinin, iş sahəsinin adını daşıyır. Bu adların hər ikisinə sözün kökü kardır. Bu adlarda olan nak və xan sözləri bu ada ayrı-ayrı dövrlərdə əlavə edilmiş sözlərdir. Ola da bilsin, bu əlavə olunmuş nak və xan sözləri ayrı-ayrı türk xalqlarının ləhcəsinə uyğun kar sözünə əlavə edilib. Türklər qulağı eşitməyən bütün canlıya kar deyirlər. Bu adda kar sözü bu iş sahəsinə, yəni daş yonulan yerdə əmələ gələn səsdən qulağın eşitməz hala düşdüyünə görə qoyulub. Bu ada əlavə olunmuş nak şəkilçidir. Bu ada əlavə olunmuş xan sözü isə daş qırılan, kəsilən, doğranan yerin böyük olmasına görə qoyulub. Türk dilində xan sözü geniş, böyük, çox deməkdir. Məsələn, kitabların çox olduğu yerə kitabxana, çayın çox içildiyi yerə çayxana, geniş dərələrə xanan dərəsi və s. göstərmək olar. Bütün bu araşdırmadan belə bir nəticəyə gəlmək olar ki, Karnak şəhərinin adını türklər qoyub. Bu şəhərin adı bu şəhərin yaxınlığında olan daşlara, daş karxanasına görə yaranıb. Əvvəlcə bu torpaqlarda daş istehsal eləyiblər. Sonra isə bu karxanada işləyənlər üçün yaşayış məskəni salıblar. Bəs bu daşları nə üçün istehsal eləyiblər və harda istifadə eləyiblər? Müasir dövrdə müxtəlif ölçüdə, müxtəlif çəkidə olan bu daşlar sırayla düzülmüş haldadılar. Bu daşlar sanki satışa çıxarılmış vəziyyətdə alıcını gözləyir. Əgər biz bu daşların ölçüsünü tapsaq, istifadə edilən sahələri öyrənsək, onda biz bu daşların, bu karxananın sirrini tapmış olarıq. Mən bu daşlarla əlaqədar araşdırma apardım. Çoxlu tarixi abidələri öyrəndim. Mən axırda bu daşların izlərini müasir dövrdə elə Avropa torpaqlarında tapdım. Həm tapıntı Avropa torpaqlarının İngiltərə, Fransa, Atlantik okeanının sakit torpaqlarında yerləşən müasir dövrdə Stonehenge adlanan daşıyan tikintidir. Bu tikinti də müasir dövrdə dünya elm adamları üçün qaranlıq sahədir. Müasir elm adamlarına bu tikinti nə məqsəd üçün tikildiyi hələ də sirr olaraq qalır. Elm adamlarının bu tikinti haqqında fikirləri müxtəlifdir. Bəziləri bu tikilinin bizim eradan əvvəl 3800 ildən öncə, bəziləri bizim eradan əvvəl 2800 ildən öncə, bəziləri isə bizim eradan əvvəl 1500 il bundan öncə tikildiyini söyləyirlər. Bu tikilinin tikilmə məqsədləri haqqında da fikirlər ayrı-ayrıdır. Bəzi elm adamları bu tikilinin məbəd olduğunu, bəziləri elmi araşdırma aparmaq üçün tikildiyini söyləyirlər. Müasir hesablamalara görə belə tikillər Avropa qitəsində 60 minə yaxındır. Biz bu şəkildən gördük ki, bu tikillər böyük torpaq sahəsi olan hasarlarla mühasirəyə alınıb. Bu hasarlar bu tikilini, bu tikilidə yaşayan insanları qorumaq üçün tikilib. Deməli, bu tikilidə insan yaşayıb. Bəzi elm adamları bu tikilinin dini mərasimlər üçün tikildiyini söyləyirlər. Əgər belə isə, onda bu fikri söyləyən elm adamları əvvəlcə bu tikildə yaşayan insanların yaşama dövrünü, sitayiş elədiyi dini araşdırsın. Sonra isə bu fikri söyləsinlər. Bəzi elm adamları bu tikilini elmi araşdırmalar aparmaq üçün, təqvimi öyrənmək üçün tikildiyini söyləyirlər. Əgər belə isə, onda təqvim üçün, laboratoriya üçün elmi tədqiqatlar aparmaq üçün belə ağır daşlardan tikili tikiblərsə, özləri üçün bu tikiliyə yaxın tikdikləri saraylar hanı? Əgər belə tikili yoxdursa, onda bu fikir də yanlışdır. Belə tikililər, yəni Stonehenge kimi tikililər bir-birindən çox uzaq məsafədə yerləşir. Keçmişdən qalma bu tikililərin yanında nə qədimi abidələr, nə də köhnə yaşayış məkanlarının qalıqları yoxdur. Deməli, Stonehenge tarixi abidələr haqqında söylənən fikirlər heç bir əsasa söykənmədiyindən əsassızdır. Məncə, Stonehenge tarixi abidələr haqqında az da olsa həqiqətə uyğun fikirləri söyləməyə, bizə Karnak tarixi abidədə olan daşlar söyləməyə əsas verəcək. Biz əgər Stonehenge tarixi abidəsindəki daşlara diqqətlə baxsaq, onda bu daşların Karnak tarixi abidəsindəki daşlarla eyni olduğunu görərik. Deməli, Avropa torpaqlarındakı 60 min Stonehenge tarixi abidələrindəki daşları Fransa torpaqlarında olan Karnak adında karxana təmin edib. Stonehenge tarixi abidələrində olan hər bir daş layihə üzrə yonulub, hazırlanıb. Deməli, Stonehenge tarixi abidəsi tikilməmişdən qabaq, layihə üzrə hər bir daş bu karxanada hazırlanıb və sonra Stonehenge'in tikintisinə başlanıb. Ona görə Karnak karxanasına daşlar sırayla düzülüb. Stonehenge tarixi abidənin tikintisi ilə məşğul olan tikinti işçiləri layihə ilə
buraya gələrək lazım olan daşları seçib aparıblar. Biz bu araşdırmamızda Karnak karxanasında olan daşların sirli tarixini öyrəndik. Sadəcə olaraq bu tarixi abidənin bir karxana olduğunu bildik. Bəs bu karxana, bu Stonehenge tarixi abidələri nə vaxt yaranıb? Biz öyrəndik ki, Stonehenge tarixi abidəsi təmiz yaşayış üçün tikilib. Bəs bu tikintini hansı dövrdə və kimlər tikib? Biz bu tikintini tam öyrənəndən sonra bu tikinti haqqında fikir söyləyə bilərik. Biz bu tikintinin dairəvi formada olduğunu gördük. Bu dairəvi forma ilk sol dairəvi divardan başlayaraq daxilə tərəf davam eləyir. Bu tikintinin mərkəzindəki otaq dördbucaq və böyükdür. Bu tikintinin dam örtüyü böyük və ağır çəkili daşdan ibarətdir. Bu daşdan olan dam örtüyünün üst qatının nə ilə bağlandığını sübut edən heç bir materialın izi yoxdur. Yəqin ki, daxili istiliyi saxlamaq üçün nə iləsə örtüblər. Biz bu tikintidə istifadə olunan böyük həcmdə və ağır çəkidə daşlardan görürük ki, bu tikintini müasir insan əməyi ilə, gücü ilə tikmək mümkün deyil. Bəzi elm adamları bu tikilini böyük insanların, yəni gigantların tikdiyini söyləyirlər. Mən yuxarıda izah eləmişdim ki, böyük ölçüdə olan insanlar heç bir işə yaramır. Bir də ki, böyük insanlar bu tikiliyə sığmazlar. Bu tikilinin formasından görünür ki, bu tikililər soyuq, qarlı, şaxtalı mühit üçün tikilib. Bu tikinti haqqında mənim öz fikrim var. Tikintini yad planetlərin köməyi ilə onların layihəsi əsasında onların uçan aparatları və alətləri sayəsində ərsəyə gəlib. Bəs bu tikinti nə vaxt tikilib? Biz yuxarıda qeyd elədik ki, bu tikinti yer kürəsində soyuq mühiti olan dövrdə tikilib. Buzdaşma dövründə bu torpaqlar qar və buz altında qalıb. Hətta yay aylarında bu torpaqlar 1-2 ay qardan azad olsa belə, buzdaşma dövründə bu tikilinin tikilmə ehtimalı çox azdır. Birincisi, bu tikili yad planetlərin yer kürəsində olan dövründə tikilib. Yad planetləri isə yer kürəsində bizim eradan əvvəl 16-15 min illiyə qədər yaşayıblar. Bəs onda bu tikinti nə vaxt tikilib və nə məqsəd üçün? Müasir dövrdə bu torpaqlarda iqlim mülayimdir. Belə iqlimdə bu torpaqlarda belə tikililər tikməyə ehtiyac yoxdur. Bu torpaqlarda tikililər mənə görə iqlimin ilin 9-10 ayını qarlı boranlı olan dövrlərdə tikilib. Bu dövr bu torpaqlarda 3 halda ola bilər. Birinci hal buzdaşma dövrünün başlanması ilə, ikinci hal buzdaşma dövründə, üçüncü hal buzdaşma dövründən sonra. İkinci halda, yəni buzdaşma dövründə bu tikillərin tikilmə ehtimalı azdır. Ona görə ki, bu tikillər bu torpaqdan, bu torpağa bitişik olan Atlantik okeanının sularından ərzaq məhsulu tədarük edən insanlar üçün tikilib. Əgər buzdaşma dövründə ilin 2-3 ayını qar və buz bu torpaqları tərk eləyərsə və bu 2-3 ayda qida məhsullarının tədarükü edilirsə, onda 2-3 aya görə bu tikillərin tikilmə ehtimalı çox-çox azdır. Yəni yay gəldi, bu 2-3 ayda qida məhsulu tədarük etdin və qayıtdın, evinə gəldin. Üçüncü halda, yəni buzdaşma dövründən sonra bu tikillər bu torpaqlarda tikilmiş olsaydı, onda tikillər bizim dövrə belə dağılmış halda, xarabazarlıq halında gəlib çıxmazdı. Bir də ki, buzdaşma dövründən sonra bu torpaqlara insanlar ikinci köç dövründə gəliblər. Bu dövrdə, yəni ikinci köç dövründə iqlim yer kürəsinə get-gedə demək olar hər il yaxşılığa doğru gedirdi. Hələ sonu bilinməyən iqlim dəyişikliyi dövründə yad planetlər bu tikilləri tikdirməzdilər. Bu tikililər bu torpaqlarda ən böyük tikilmə ehtimalı buzdaşma dövründən qabaq, buzdaşma dövrünün başlaması daha yaxındır. Buzdaşma dövründən qabaq bu tikillərin tikildiyi torpaqlarda isti iqlim olub. Bu dövrdə yer kürəsini idarə edən yad planetlər əsasən Aralıq dənizinin kənarlarında, yaxın şərq torpaqlarında saraylarda yaşayıblar. Bu sarayları biz yuxarıda araşdırmışdıq. Bu dövrdə, yəni buzdaşma dövründən qabaq yer kürəsinin zəhmətkeş insanları əsasən ekvator boyunda, şimal qütbündə, yaxın torpaqlarda, bir sözlə iqlimin ağır olan, yəni isti, yağışlı, soyuq olan torpaqlarında yaşayıblar. Bu insanlar da saraylarda yox, yerdən qazma damlarda yaşayıblar. Mənə görə Stonehenge tikililəri buzdaşma dövründən qabaq, buzdaşma dövrünün başlaması ilə əlaqədar, bu torpaqlarda qarlı, boranlı, buzlu dövrün başlanması ilə əlaqədar tikilib. Buzdaşma dövründən qabaq bu torpaqlardan mənfəət götürən yad planetlər və onların həmkarları buzdaşma dövrünün başlamasına baxmayaraq bu torpaqlardan mənfəət götürmələrini davam etdiriblər. Havaların get-gedə soyuması, iqlimin kəskin dəyişməsi bu torpaqlardan Atlantik okeanından qida məhsullarını əldə edən, toplayan insanların həyat şəraitini pisləşdirərək yaşamaq tərzini mümkünsüz hala salır. Bu vəziyyəti görən yad planetlər və onların həmkarları Atlantik okeanından dəniz məhsulu toplayan insanlar üçün bu tikilini qurmaq məcburiyyətində qalıblar. Bu Atlantik okeanından dəniz məhsulu yığmaq Atlantik okeanının müasir İngiltərə adlandırılan torpaqlarının sahillərində su donana qədər davam eləyib. Ona görə müasir dövrdə Stonehenge tipli tikililərin böyük əksəriyyəti İngiltərə torpaqlarında yerləşir. Bəlkə də buzdaşma dövründə İngiltərə dövlətinin yerləşdiyi bu torpaqlarının sahilində su donmayıb. Biz Avropa qitəsində yerləşən bu qitənin keçmişinə aid və müasir dövrdə sir kimi qalmış Karnak, Stonehenge kimi tarixi abidələri araşdırdıq. Biz gördük ki, Karnak karxanasında daşları kəsdirib Stonehenge yaşayış binasını bu daşdan
daşlardan tikilən yad planetlər və onların yer kürəsinə olan həmkarlarının işidir. Mən yuxarıda qeyd eləmişdim ki, Avropa qitəsində qədimi keçmişi az öyrənilib. Mərkəzi Avropa torpaqlarında yaşayan xalqlar bizim eranın əvvəllərinə qədər tayfalar halında yaşayıblar. Doğrudur, bu torpaqlara kənardan hücum olanda bu tayfalar birləşərək düşmənə qarşı birlikdə mübarizə aparıblar. Bu birləşməyə baxmayaraq şərqdən gələn güclər çox vaxt qalib gəliblər. Bu qalib gəlmiş güclər bu torpaqlarda yaşayan xalqlarla qaynayıb qarışaraq yeni xalqlar yaradıblar. Bu yeni yaranmış xalq da bu torpaqlarda tayfa halında yaşayıblar. Bu adət bu qitədə bizim eranın əvvəllərinə qədər davam edib. Qitənin bizim eranın əvvəllərindən başlamış müasir dövrə qədər olan tarixi, tarix elmində geniş işıqlandırılıb. Biz buzlaşma dövründən sonra Asiya, Amerika, Avropa qitələri haqqında və bu qitələrdə qurulan dövlətlər haqqında az da olsa məlumat verdik. İndi isə dünya tarixində özünün keçmiş tarixi ilə geniş yer tutmuş Afrika və Yaxın Şərq torpaqlarında qurulmuş dövlətləri araşdıraq.